Qlobal təhlükəsizlik xəritəsində Azərbaycanın dominant rolu necə artır? Həmişə olduğu kimi bizim mesajımız əməkdaşlığa, sülhə istiqamətləndirilib. İlk dəfədir ki, bu tədbirdə mən artıq sülhü əldə etmiş dövlət başçısı kimi iştirak edirəm. Prezident İlham Əliyev görüşlərin və müsahibənin təşkil olunacağı məkana təşrif buyurur. Münxen Təhlükəsizlik Konfransı çərçivəsində Prezident İlham Əliyevlə çox sayılı görüşlər nəyi ifadə edir? Nice to see you. Long time. What are the opportunities for future Europe-Asia trade, also in terms of resilience and diversification? Trying to become a regional transportation. Regional daşımalar qovşağına çevrilmək üçün sizin qonşularınızla yaxşı münasibətləriniz olmalıdır və Azərbaycanda həm qərb, həm də şərq istiqamətində belədir. West or to the east. Hello and welcome to Tête à Tête, France 24's flagship interview show. Our guest today is the President of Azerbaijan, İlham Aliyev. Thank you very much, Mr. President. Thank you. Prezident Münxendə Azərbaycan və Frans 24 telekanallarda müsahibəsində hansı geopolitik mesajlar verdi? Signing of this historic Tarixi sənədin Ağ Evdə Amerika Birləşmiş Ştatları prezidentinin iştirakı ilə imzalanması o deməkdir ki, münaqişə bitib və biz daimi olacağına ümid etdiyimiz sülh dövrünə qədəm qoymuşuq. conflict is over. Amerika Birləşmiş Ştatları vitse-prezidentinin Azərbaycana səfəri iki tərəfli münasibətlərin dinamikasına hansı impulslar gətirdi? Strateji tərəfdaşlıq xaritəsi Vaşinqton-Bakı xəttində regional geosiyasi balansa nə vəd edir? Very grateful to President Trump. Prezident Trumpa, vitse-prezident Vence və onların heyətinə Qafqazda sülhə verdikləri töhfəyə görə çox minnətdarım. Contribution to peace in the Caucasus. I think in the future will create prosperity. Gələcəkdə bir vaxtlar yalnız mübarizə və münaqişə olan yerdə əmin-amanlıq yaranacaq. Bu, Prezident Əliyevin liderliyinin və rəhbərliyinin bariz nümunəsidir. Aliyev's leadership as well. Amerika Birləşmiş Ştatlarının vitse-prezidentinin Bakıya səfəri bir mesaj verdi. Azərbaycan artıq proseslərin kənarında deyil, regional sabitliyin və iqtisadi transformasiyanın mərkəzindədir. Hesab edirəm ki, bu səfər Azərbaycan-Amerika Birləşmiş Ştatları münasibətlərində tamamilə yeni bir başlanğıcı açıq şəkildə nümayiş etdirir. We're talking about high technology. We're talking about Söhbət yüksək texnologiyalardan, energetikanın gələcəyindən, həmçinin ABŞ-dən Azərbaycana yönələcək hədəflənmiş investisiyalardan gedir. the targeted American investments. Welcome. Very good to see you. Amerika Birləşmiş Ştatları Ticarət Palatasının nümayəndə heyəti ilə görüşdə ölkə investisiya iqliminin cəlbediciliyi necə şərh olundu? So, along with the traditional areas of cooperation, Ənənəvi əməkdaşlıq sahələri ilə yanaşı, biz indi rəqəmsal transformasiya, süni intellektə aid çox vacib sahələr üzərində çalışırıq və ümid edirik ki, Amerika şirkətləri bizim əsas tərəfdaşlarımız olacaq. companies will be our main partners. Birləşmiş Ştatlar kapitallı şirkətlərin fəaliyyəti həm qeyri-neft sektorunun şaxələndirilməsinə, həm də yeni iş yerlərinin yaradılmasına töhfə verəcək. Azərbaycanın yeni rəqəmsal arxitekturasında üstün imkanlar nə kimi vəzifələrə fokuslanıb? Nəqliyyat, energetika dəhlizləri gələcəkdə fiber optik dəhlizlərinə də çevrilməlidir. Bir ölkə güclüdürsə, onun informasiya bazaları da daim maraq dairəsindədir.
mərkəzdə qurulmuş müasir mühafizə avadanlıqları vasitəsilə dövlət qurumlarına qarşı potensial kiber hücumların qarşısı alınır. Bəs Bakının hərbi sənaye kompleksinin sabitlik imzası Səudiyyə Ərəbistanından necə görünür? World Defense Show 2026 sadəcə sıradan silah sərgisi deyil. Bu, qlobal güc bazarının texnoloji vitrinidir. Azərbaycanın konstitusiya quruluşunun zorla dəyişdirilməsinə yönəlik xəyanət necə ifşa olundu? Я подготовил документ один. Вы слышите? Да, я слушаю, да. Предложение по преобразованию систем государственного управления в Azərbaycanie. Əli gələndən sonra hakimiyyətin xarakteri, siması, mahiyyəti dəyişəndən sonra da deyəcək ki, çıxacaqdır, təhlükəsiz işlat olmuş. Yəni, bu da ola bilər. Qarşılıqlı qarantiyalardan hər şey yazılır. Dövlət Təhlükəsizlik Xidmətinin açıqlamasında xəyanətkarlığın daha hansı şok detalları üzə çıxdı? Bu və digər sualların cavabı həftə verilişində.